Salam dostlar. Gəlin mən sizə burada hansı proqramları quraşdırmaq məsləhətdir, onlar haqqında danışım. İlk öncə bu avtomobildə YouTube-u quraşdırmaq lazımdır və hamının sevimlisi olan Waze-i quraşdırmaq lazımdır. Çünki Waze olmasa biz demək olar ki, naviqasiyanı tam normal edə bilməyəcəyik. Bütün bu quraşdırmalardan sonra biz ümumiyyətlə burada hansı ayarlamaları etməliyik, onlar haqqında mən istəyərdim sizə danışım. Deməli, ayarlamaları etmək üçün burada bir avtomobil düyməsini basırıq. Və avtomobil düyməsində burada gördüyümüz kimi iki gəlcə var. Mən bütün bunları detallı olaraq danışa bilərəm, amma əsasları haqqında deyim. Elə açılan kimi bu səhifə gəlir. Elə bil ki, soldan birinci və sağdan birinci hissələrin basılması kimi. Burada deməli, avtomobili necə sürmək istəyirik, o haqda, nə ilə sürmək istəyirik, o haqda məlumat gəlir. Elektrik, benzin və hibrid. Və burada məsələn elektriklə sürəndə bizə tam olaraq elektriklə sürmə də təklif olunur. Biz bunu basarıq. Burada bizə xəbərdarlıq gəlir ki, tam elektriklə sürdükdə bu cəryan çox aşağı düşə bilər və onu tövsiyə etmir. Ona görə də əgər elektriklə sürürüksə, elektrikə qoyuruq. Bəzən adamlar soruşa bilər ki, mən elektrikim qutarsa nə olacaq? Ondan narahat olmayın. Onun haqqında avtomobil özü düşünüb də. Lazım gəlsə, o artıq benzinə keçirəcək. Sizi yolun ortasında qoyan deyil. Ümumiyyətlə, bu avtomobil belə deyək, düşüncəli avtomobildir. Sonra burada müxtəlif idman və ilaxır rejimləri var. Bu rejimləri qoyduqda bizdə deməli, amortizator sistemi, rekuperasiya sistemi və ilaxır dəyişilir. Burada bir dənə də giriş-çıxışın yəni rahatlanması üçün belə bir düymə var. Mən bunu özümdə qoymamışam, basmıram. Nəyə görə? Çünki bu avtomobillərin kompresorlarında bəzən problem olur. Əgər mən o düyməni basmış olsam, bu o deməkdir ki, hər düşəndə avtomobil dəvə kimi yatacaq və qalxacaq. Bu da ki, onun kompresoruna ziyan edə bilər deyə mən onu qoşmamışam. Rekuperasiya haqqında burada düymə var. Bu rekuperasiya 3 forması var. Komfort, normal və daha sərt. Bunu vermək nə effekt verəcək? Çox adam düşünür ki, əgər mən rekuperasiyanı qoymasam, rekuperasiya olmayacaq, enerji yığmayacaq. Əslində isə belə deyil. Ümumiyyətlə, hibridlərdə və elektromobillərdə siz əyləci basanda əyləc qəlibləri təkəri tutub saxlamaqla məşğul olmurlar. Əyləc qəlibləri hələ basılmamışdan qabaq rekuperasiya gedir. Və müəyyən müddət basdıqdan sonra artıq əyləc saxlamağa başlayır. Ona görə də bu rejimlərin ancaq sizin zövqünüzə uyğun olaraq seçməyiniz lazımdır. Qənaət haqqında isə maşın özü düşünəcək. Sonra hansı bölmələri var? Mən onlardan danışım. Məsələn, general bölməsi. Burada da deməli buradan aşağıdan, buradan isə yuxarıdan. Deməli, saat sisteminin formatının necə olmasını, təkər təzyiqi nə ilə göstərməsini, yanacaq sərfiyyatını necə göstərməsi haqqında məlumat var və aydındır ki, burada çox gözəl bir bölmə var. Rus dili bölməsi də var burada, İngilis dili də var. Əvvəllər bunu etmək üçün insanlar əlavə xərc çəkməli idilər. Amma hal-hazırda 8-ci yenilənmədən sonra isə Rus dili bunun özündə var. Ona görə də siz də bu bölməyə girərək Rus dilini seçə bilərsiniz. Mən qısa olaraq danışdım. Burada işıqlardan, çoxlu sistemlərdən danışmaq olar. Ümumiyyətlə, bu avtomobildə çoxlu belə deyək, innovasiyalar var. Və hətta bunda proqramlaşmanı da həyata keçirmək olur bəzi hallarda. Məsələn, mənim avtomobilimdə bir problem var idi. Əslində, avtomobilin problemi deyil. Qarşılaşdığım bir məsələdir. Bəzən görürsən, yanında əyləşənlər telefonlarını bura şarja qoyurdular və telefonu şarja qoyurdular, yadlarından çıxıb düşürdü. Adam düşəndən sonra mən baxırdım ki, telefon şarjda qalıb. Bir də həmən adamı axtarmaq lazımdır. Həmən adamın telefonu da yoxdur, telefonu da buradadır. Onu necə tapmaq olar? Bundan ötürü mən xüsusi bir proqram yazdım. O qədər də çətin olan bir proqram deyil. Bunun bir task meneceri var. Həmən o task menecerin köməkliyi ilə mən bir proqram yazdım və həmən proqramın icrası olduğu halda bu deməli özü xəbər verir ki, bəs telefonu unutma, telefon yaddan çıxmasın. Bunu yazdım. Deməli, burada
nə deyilir? Yəni ki, əgər şarjda telefon varsa, sağ qapı açılırsa, bu haqda bu halda bir xəbərdarlıq ver. Telefonia Nudla. Və düşən adam qapını açanda, bu səsi eşidəndə deyir ki, telefon yaddan çıxdı və mənim də yadıma düşür və telefonu verirəm. Bu avtomobil çox gözəl avtomobildir. Mən bu videoları çalışacağam tez-tez çəkim.